Bismillahirrahmanirrahim. Assalamu aleykum və rəhmətullah. Qədirxum münasibəti ilə hamınızı təbrik edirəm. Bugün də dəyərli ağamız bizimlədir. Assalamu aleykum. Assalamu aleykum. Bayram mübarək olsun. Bayramımız mübarək olsun. Allah Əli ilə İslamın vilayətindən ayrı salmasın. İlahi amin. İlahi amin. Çox sağ olun ağa. Bu günlərdə Qədirxum haqqında çox danışırlar. Elə maşallah olsun əziz dəyərli din xadimlərimiz, ruhanilərimiz, ilahiyyatçılarımız danışırlar və Qədirxum haqqında bir çox məsələlərə toxunurlar. Mən istəyirəm ki, sözümün əvvəlində belə bir mövzu açaq. Nədən ibarətdir? Ümumiyyətlə, Quran-ı Kərimin strukturu və nazil olma üslubu tələb eləyirdi ki, onun yanında ilahi bir şəxsiyyət olsun. Niyə? Çünki ümumiyyətlə, mövzuları elə deyir ki, o mövzular çox qapalıdır. Quran-ı Kərim. Çox qapalıdır, bir. Mənası tam aydın deyil. Hətta, məsələn, Quran-ı Kərim özü öz ayələrini iki yerə bölür. Möhkəm, Alimran, möhkəm, mütəşabih. Sonra buyurur ki... Yəni, hamısı qapalı deyildi o zaman. Yəni, bəli, möhkəm ayələr kitabın əslidir, anasıdır. Sonra buyurur ki, mütəşabih ayələr isə, mütəşabih yəni mənası oxşar da, mesela bir neçə oxşar mənası ola bilər. Bir neçə mənası ola bilər. Bəli, bəli. Bu da oxşuyur, o da oxşuyur. Yəni, oxşar bir neçə məna demək olar. Sonra maraqlı bir ifadə buyurur. Buyurur ki, qəlbində azğınlıq olan insanlar onun mütəşabih ayələrinə tabi olub fitnə fəsad törədəcəklər. Elə bir mütəşabih ayələri möhkəm ayə kimi götürürlər. Bəli. Elə bir ki, Quran-ı Kərim əvvəldən xəbər verir ki, təhlükədən xəbərdar eləyir ki, elan edir. Bu olacaq. Kimlərsə elə insanları bu Quranla azdıracaqlar. Quran ayələrindən azdırmağa çalışacaqlar. Yəni, Quran-ı Kərim bu təhlükəni əvvəlcədən... Quranda belə öncədən o təhlükədən xəbərdarlıq eləmək ayələri var. Məsələn, deyir ki, Muhammedun Resulullah sallallahu aleyhi ve sellem Muhammedun illə Resul qət xələt min qəblihur rusul. Bəli, bəli. Muhammed sallallahu aleyhi ve sellem bir peyğəmbərdir. Peyğəmbərdən başqa bir şey deyil. Ondan qabaq da peyğəmbərlər istə olub. Əfəin matə əv qutilən qələbtum alə əqabikum. Birdən ölsə ya öldürülsə, qaydacaqsınız əvvəlki dövrə. Bəli. Bu, hardan bu aktuallaşdı bu mövzu? Bəli, bəli. Ya məsələn, müsəlmanlar, mümin, əgər siz Allahın dinindən, öz dinindən dönsəniz, tezliklə Allah belə bir xalq gətirər ki, onlar Allahı sevir, Allah onları sevir və o xüsusiyyətləri bəyan edir. Yəni, məsələn, Quran-ı Kərim əvvəldən deyir ki, yəni kimlərsə mütəşabih ayələrlə insanları azdırmağa çalışacaqlar, fitnə fəsad törətməyə çalışacaqlar. Sonra buyurur ki, mütəşabih ayələrin mənasını Allahdan və elmdə möhkəm olanlardan başqa heç kəs bilməz. Yaxşı. Ər-rasixunə fil. Ər-rasixunə fil. Elmdə möhkəm olanlar kimdir? Necə bunu açıqlayaq? Kimlərdir? Hər kəs durub deyə bilər ki, mənəm. Elmdə möhkəm olan. Və yaxud məsələn bir ayə deyirlər, rasixunə fil ilm xristianlar barəsində də var Quran-ı Kərimdə iki yerdədir. Xristianlar barəsində də var. Onlar ki, haqqı görürlər və sonra haqqı qəbul edirlər. Onlar barəsində gecə namaz qılırlar, ibadət edirlər, səcdəyə qapılırlar və haqqı görəndə də qəbul edirlər. İslam peyğəmbərini görən kimi qəbul edirlər. Quran onlar barəsində rasixunə fil ilm. Artıq xristian olmurlar da. Bəli, bəli. Yəni dönürlər haqqa tərəf. Quran-ı Kərim onlar barəsində rasixunə fil ilmdir. Məsələn, onun təfsirində deyirlər ki, kim ki öz elminə əməl eləyə, o rasixunə fil ilmdir. Yəni sanki əqidəsini, amma bu da yəni qeyri-müəyyən bir sözdür də. Yəni hər kəs deyə bilər ki, məsələn mən elmə əməl eləyirəm falan, rasixunə fil ilmə. Ya da ki, biz elminə əməl edən adam kimi tanıdığımız alimlər var ki, bir dəstə bu sözü deyir, bir dəstə bu sözü. Hardan bilək ki? Amma da təqvalı kişilərdir, maşallah. Amma fikir ayrılıqları var. Ən azından biz təqvalı tanıyırıq. Bəli. Özləri bəlkə də riyakardırlar kimlərsə. Amma məsələn, görsən, müxtəlif ölkələrdə, müxtəlif xalqların dini liderləri var, dini öndərləri, alimləri var. Xalq tərəfindən müqəddəs sayılırlar. Amma görsən, onun dediyi İslami təbliğatla başqasının dediyi İslami təbliğat üst-üstə düşmür. Bunlar necə rasixunə fil elmdirlər ki, Allah bizə deyir ki, çaşanda onlara müraciət edin. Bunlar özləri çaşdırırlar bizi. Bəli, bəli. Yəni, ümumiyyətlə, elə bir təcrübə yoxdur ki, dünyada. İnsanlar
fasik bildiyi bir adamın dalınca getsinlər. Ancaq adil bildiyini, yaxşı. Ancaq yaxşı. İndi onun qəlbində Nə var, o başqa məkirli şeydir. siyasət var, o öz yerində. Amma insanlar onu təqvalı ki, tanıyırlar ki, Həmin gedirlər. mövzuda fəsəl əhli zikr də var da. Bəli, bəli. Zikr əhlindən soruşun bilmədiklərinizi. Bəli. Kimdir zikr əhli? Bir deyirəm əhli kitabdır. Bir deyir, qardaş əhli kitabdırsa, əhli kitabın 1000 dənə alimi var, 500-ü belə deyir, 500-ü belə. İndi Allah Teala hər ikisindən bizi yönləndirir. Bəli, bəli, bəli. Onda Allah özü istəyir din dağılsın. Bəli, bəli. Hərə bir dənə məzhəb yaradır. Onu deyir ki, mənəm. Və yaxud digər bir ayə, məsələn buyurur ki, aktual duaya. Hamılıqla Allahın ipindən yapışın və ayrılmayın. Bihablillahi cəmiən və la təfərrəqu. Yaxşı, Allahın ipi nədir? Deyə bilməzdik. Açıqlaya bilməzdi orada ki, məsələn də Qurandan yapışın. Bəziləri deyir ki, Qurandır. Yəni izahları var da, Qurandır, peyğəmbərdir, əhl-i beytdir, məsələn digər alimlərdir filan. İndi müəyyən meyarlar var da. Hamı da düzdür. Amma Quran-ı Kərim məsələn deyə bilməzdi, onu açıqlaya bilməzdik məsələn filan kəsdən yapışın. Niyə demir? Allahın ipindən yapışın və ayrılmayın. Yaxşı, kimdən yapışın? Mən belə görürəm, siz bəhsə aparırsınız o tərəfə ki, Allah Teala özü dini göndərəndə elə göndərib ki, tək Quranla kifayətlənə bilmirsən, alınmır. Heç vaxt. Yəni, bir tərəfdən deyir ki, ayrılma, təfriqə, birləşin, ayrılma. Sonra birləşmə nöqtəsində bildirir. Elə danışır ki, elə qeyri-müəyyən danışır ki, hamı ayrılır. Hamı fikir ayrılığına orada eləyir də, fikir ayrılığı eləyir. Bu görsənir ki, Quran-ı Kərim başqa bir məqsəd güdür. Quran-ı Kərim və İslam dini, Peyğəmbər tamamilə ayrı bir sistem qoyur. Nə məqsəd güdür Samir müəllim deyin də? Məqsəd odur ki, Quran-ı Kərim belə çıxır ki, tək bu işi öz öhdəsinə götürməyib. İslam dini tək Quranla hidayət işini, dəvət işini öhdəsinə götürsün və bununla kifayətlənsin. Yox. Quran-ı Kərim və ümumiyyətlə İslam dini, Allah Təbarək və Teala bu dəvəti həm Quran, həm də onun yanında ilahi elmə bağlı olan bir şəxslə səgələyin deyirsiniz. Bəli, yəni təqdim edib bizə. Yəni bu sistemin mahiyyəti, İslam sisteminin mahiyyəti, nizamın mahiyyəti budur ki, ilahi kitab və ilahi şəxsiyyət olmalı. Çünki hər ağızdan bir avaz gələcək. Quran samikdir də susqundur. Bəli, bəli. Özü də qapalı danışır, qeyri-müəyyən danışır, mövzuları da o cür izah eləyir. Mütləq, yəni Quranın həm üslubu, həm strukturu tələb eləyir ki, onun yanında mütləq Allahın elminə bağlı olan bir şəxs olmalıdır. Əli əleyhissalam Nəhrəvan döyüşündən öncə İbn Abbası göndərir Xəvaricin üzərinə, buyurur ki, onlarla Quran ayələrlə danışma. Çünki onlar istədikləri mənanı verirlər ayə, hədislə danışırlar. Sünnə ilə danışır onlarla. Yəni, sünnə Quranın mənalarını konkretləşdirir. Üzr istəyirəm, Quran-ı Kərim əgər fəslül xitab eləsəydi, o zaman Siffin döyüşündə taxmışlar Quranları nizələrə və su istifadə edirdilər. Amma natiq Quran danışan Quran qalmışdı bu tərəfdə. Əgər o Quran-ı Kərim bütün əzəmətinə, bütün ehtiramına rəğmən iki qoşunu barışdıra bilsəydi, barışdırardı. Deməli, söhbət ondan gedir ki, Qurana baxış bucaqları fərqlənə bilər. Ona görə də bir nəfər danışan olmalıdır. Quranın sözcüsü, mətbuat katibi olmalıdır. Yəni, legitimliyi olan Allah tərəfindən o legitimliyi qazanmış bir müfəssiri olmalıdır, bir mübəyyini olmalıdır. Onda elə Qədirxumda Peyğəmbər sallallahu əleyhi və səlləm Səqələyn hədisini buyurdu. Səqələyn hədisi. Onu istəyirəm sizin dilinizdən acı eşidim, Səqələyn. Qədirxum hədisi Peyğəmbər sallallahu əleyhi və səlləmin həyatında əgər belə iddia eləmək düzgündürsə ən uzun xütbəsidir. Təxminən 1 saat söhbət eləyib və bu 1 saat söhbətdən sonra da 3 gün onu icra edib. Hamı gəlib beyət eləsin əleyhissalama. Hamı deyəndə o vaxt bəziləri deyir ki, nə oldu? Deyirsiniz 120 min adam var. 120 min adam necə beyət elədi filan. Adətən millət vəkilləri kimi də bir tayfanın başçısı gəlib beyət eləyirdisə və tayfadan da ona etiraz edən yoxdursa, hamısının beyəti deməkdir. Bir şeyx gəlib beyət eləyirsə, qəbilə şeyxi, hamısının beyəti deməkdir. İndi biz bilmirik o 3 gün müddətində necə olur. Bəlkə də fərd beyət eləyirlər. Hər halda.
Bu xütbənin də biz təəssüf ki, adətən Qədirxum yada düşən kimi deyirlər, mən kuntu mevlahu fəhədə Aliyyun mevla. Mən kimin mevlasıyamsa, bu Əli də onun mevlasıdır. Qədirxum bundan ibarət deyil. Bu sadəcə məsələnin o peçat hissəsidir. Qədirxum uzun bir xütbədir. Özü də Rasulullah sallallahu aleyhi və aleyhi sistemi belə qurmuşdu. Əmr eləmişdi, onun üçün bir hündür yer düzəltsinlər, uca yer. Qalxmışdı, orada danışırdı və göstəriş vermişdi ki, mən danışdıqca, o vaxt mikrofon yox idi, səs gücləndirici yox idi. Hər bir neçə metrdən bir nəfər dayanırdı, Peyğəmbərin dediyini sözbəsöz çatdırırdı o tərəfə. Hamı eşitsin, minlərlə insan eşitsin. Sonra hətta göstəriş verdi ki, fəlyəbluği şahidə əl-qayb. Burada şahid olanları müşahidə eləyənlər, görməyənlərə çatdırsınlar, vacibdir çatdırsınlar bu söhbəti. Orada gəldi, buyurdu, bu Səqələyn hədisini çox alimlər nəql ediblər. Hərəsi bir formatda nəql edib. Məsələn, Müslüm öz səhihində deyir ki, Quranı deyəndən sonra deyir ki, 3 dəfə dedi ki, Udəkkirikumullah fi əhli bəyti. Udəkkirikumullah fi əhli bəyti. Udəkkirikumullah fi əhli bəyti. Allahı xatırladıram sizə əhli beytin barəsində. Əhli beytimi sizə tapşırıram. Əhli beytimi sizə tapşırıram. Əhli beytimi sizə tapşırıram. İndi hər halda onun ən mötəbər sənədli mütəvatir forması belədir ki, Peyğəmbər burada inni tarikun fikumus səqələyn ya siqləyn, mən 2 ağır əmanət sizin aranızda tərk edib gedəcəm, mən ölümüm çatır. Cəbrail əleyhissalam bu il mənə 2 dəfə nazil olub, artıq mən Rəbbimin görüşünə doğru gedirəm. Mən sizin aranızda 2 ağır əmanət qoyuram. Kitab-əllah, biri Allahın kitabı və itrəti əhl-i beyti. Digəri itrətim olan əhl-i beytim. Sonra burada lən yəftəriqa əbədə hətta yərida ələyyəl havdı. Bu ikisi Kövsər hovuzunun yanında mənə qovuşana qədər bir-birindən ayrılmaz. Ki, mənə qovuşanda zaten üçümüz də birləşəcək. Kövsər hovuzunun yanında mənə qovuşana qədər bir-birindən ayrılmaz. Yəni, necə ki, Quran-ı Kərim la yətihil batilu min bəyni yədəyhi və la min xəlfih. Qurana nə öndən, nə arxadan, yəni heç bir istiqamətdən batil, boş söz, əsassız söz, argumentsiz söz, məsum olmayan söz daxil ola bilməz. Eləcə də əhl-i beytim də ondan ayrılmaz. Bütün parametrlər də eynidir. Və yəni Həzrəti Peyğəmbər Quranı tapşırarkən əhl-i beyti də onun yanında tapşırır ki, yəni mütləq Quranın yanında bir məsum olmaq. Bəzi hədislərdə var ki, buyurdu Peyğəmbər sallallahu belə yox, bunlar belə bərabər deyillər. Biri uzun, biri gödək. Belə bərabərdilər. İkisi də eyni. Baxın, burada məsələ nə, bilirsiniz nədir? Ümumiyyətlə, İslamı bir dənə xarakteriz edəndə, İslam dini bir cərəyan olaraq 4 həssas etapdan keçib, mərhələdən keçib. Başlayır Beysətlə. Bəli. Peyğəmbər sallallahu aleyhi və aleyhi 40 yaşında Peyğəmbərliyə təyin olunur. Hadisələr, Məkkə dönəmi, Mədinə dönəmi və s. və ilaxır münafiqlər, düşmənlər, kafirlər gözləyirdilər ki, biz ki bu kişi ilə bacarmadıq. İndi əlimizdə hansı silah qalıb? İndi əlimizdə bu silah qalıb ki, bunun ölümünü gözləyək. Ki, hətta bəzi hədislərə, tarixi hədislərə əsasən, nəqillərə əsasən Peyğəmbər sallallahu aleyhi və aleyhi zəhərləmişdilər. Və zəhər tədricən bədəninə, mübarək cisminə təsir eləyirdi. Yəni, onu zaten bir neçə dəfə öldürməyə çalışmışdılar da, var tarixdə vardır. Gözləyirdilər ki, ölər biz bu biləyini bükə bilmədiyimiz İslamın məcrasını dəyişərik. İstiqamətini dəyişərik. Necə ki, bir çox dinlərin məcrasını dəyişiblər tarixdə. İndi heç orijinalını adam təbliğ edir orijinalını, deyirlər, sən yalan deyirsən. Elə dəyişiblər bəzi dinləri, həqiqisini təbliğ eləyəndə deyirlər, sən yalan deyirsən. Yəni, həqiqətini təbliğ eləyənə yalancı deyirlər. Özləri o səviyyədə yalana gedirlər. Tur surəsində tarabbasu bihi raybəl mən. Aha, bəli. Kul tarabbasu
İnnan Məqməl mütələbbisin. Tərcüməsində deyin ki, cəmaət. Yəni ki, biz onun ölümünü gözləyirik. Bəli. Allah da buyurur ki, Gözləyin, mən də gözləyirəm. Biz də gözləyirik. Əslində onun da Qədirxuma dəlaləti çox aşkardır da. Ümumiyyətlə, İslam tarixini Gülüstan, gül oxuyur, bülbül cəhcəh vurur kimi qələmə vermək sadəlövhlü idi. Belə insanlar nə normal tarixçi deyirlər, nə normal tədqiqatçı deyirlər. Axı, necə ola bilər? Bir siyasi hərəkat başlayıb İslam adında, dini, siyasi, mənəvi hərəkat. Yəni, siyasi deyəndə Ərəbistanı oynatdı da yerindən. Bütün dəngələri dəyişdi, bütün kartları oynatdı yerindən. Bütün fundamentin dəyişdi Ərəbistan dininin, mədəniyyətinin, ənənəsini. Durub deyəsən ki, bu boyda sivilizasiyanın yaranmasında heç kəs narahat deyildi. Hamı dayanmışdı, deyirdi ki, bəli, nə gözəl, qoy İslam geçsin, elə şey mi olar? Yəni, uşaq başaldırıq. Böyük hadisələr baş verirdi. Beysət gəldi. Peyğəmbər sallallahu ölümü yaxınlaşanda Qədirxum başladı. Yəni, sizin arzunuz ürəyinizdə qalacaq. Bu davam edəcək. Bu proses davam edəcək. Bu zaman Qədirxum bu zəmanət ki verdi dinin gələcəyinə, yəni bəzi o təhlükəli cərəyanların vəziyyəti yaxşı olmadı. Biz bunu nədən duyuruq? Kimsə durub desə ki, bəs niyə tarixdə bu açıq-aşkar qeyd olunmayıb? O adamın ağlına şübhə etmək lazımdır ki, sən nə danışırsan? Sən hansı bir inqilabın mı deyə, dəyişikliyin mi deyə, bir dövlətin mi deyə, tarixi hadisələrin hansını da sən hər şeyi şəffaf şəkildə görə bilərsən? O həmin dövrün, məsələn, hegemona imkan verərmisən onu? Məsələn, Harun Rəşidin dövründəkilərsə imkan verərlər, onun nə elədiklərini tam şəffaflığı ilə biləsən. Mümkündürmü bu? Bəs biz niyə qəbul edirik ki, hədislərimiz arasında İsrailiyyət yaranıb? Bəzi hədislər var ki, onlar cəfəng hədislər sayılır da, əsas hədislər sayılır. Qədirxum ayəsində durur, Vallahi yəsimuka minən-nas. Allah səni insanlardan qoruyur. Çox maraqlı kəsimdir bu ayədə. Desəydi, Vallahu yəsimuk, Allah səni qoruyar, bilərdi ki, ehtimal elə bilərdi ki, məsələn, bir-iki nəfər var imiş. Vallahu yəsimuka minən-nas. Bir dəstə var. Və bu dəstə hardadır? Bu dəstə Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmə o qədər yaxındır ki, hətta bir nəfər Peyğəmbərin yanında olan səhabe-i kiramın huzurunda, Bədr mücahidlərinin huzurunda durub Peyğəmbərə deyə bilir ki, sən bunu özündən deyirsən ki, Əli bizim başçımızdır, yoxsa Allah deyib. Bu birisi nə deməkdir? Sən Peyğəmbərsən, ya ələ salmısan bizi. Bu mənası budur. Və heç kəs də etiraz eləmir ona. Siz oxumusunuz tarixdə kimsə ona etiraz eləsin. Məlum olur ki, bunun arxasında kimlərsə var idi, buna bu cəsarəti verirdi. Onlar narahat idilər. Beysət başladı, bir şey eləyə bilmədik. 13 il Məkkədə istədiyi məhv eləyək olmadı. Növbəti 10 ildə müharibələr olmadı. Eləcə, o adam elə bunları sayırır Peyğəmbərin qabağında. Deyir, nələr dedin, elədik. Dedin, elədik. İndi də gəlib deyirsən ki, əmoğluğu mindirirsən boynumuza. Bu Qədirxum. Qədirxum. O da daş yağdı da onun. Həldən sonra başdan daş düşdü, Allah başdan daş saldı. Özü istədi də. Qədirxum bunların bir arzusunu ürəyində qoydu. Əslində belə deyək də, şeytan və şeytan övliyalarının arzusunu ürəyində qoydu. Onlar nə istəyirdilər? İslam kök kəsilsin də. O da nə idi? Qədirxum bunu qoydu ki, kim həqiqətən saf məntiqlə İslamın həqiqətini öyrənmək istəyirsə, bu təzmin olunub. Kim istəsə öyrənə bilir. Yəni, bugün bir nəfər istəsə xalis tutalım, başqa bir dinin xalis mahiyyətini öyrənsin, demək olar ki, əlində imkan yoxdur.
Amma İslamda var. Qədirxan bunu təzmin edib. Doğru yol nədir, haqq yol nədir qoydu. Bunlar başladılar sürüşdürə, yavaş-yavaş əyməyə məsələni. Məsələn, Qədirxan imamətin fundamenti idi. Fundament deyəndə peçatı idi. Fundament elə Yalmuddarda başlamışdı. Peyğəmbər sallallahu ilk dəfə təbliğata başlayanda elə Əli əleyhissalamı təyin eləmişdi özü. Əvvəl imaməti çevirdilər xilafətə. Yəni imamət ideologiyası aradan getdi, tənəzzül elədi xilafət səviyyəsində. Artıq deyilmədi ki, Əli əleyhissalam imamdır ya başqası imamdır. Çünki onun konkurenti ola bilməzdi. Əli əleyhissalamı imamət məqamından sıyırdılar. İmamət düşüncəsi, Qurandakı imamət ayələri atıldı tarixin bir küncünə. Dedilər, gəlin xilafətdən danışaq. Konteksti dəyişdilər. Xilafətdən də sürüşdürdülər, gətirib çıxartdılar səltənətə. Onda İmam Hüseyin əleyhissalam gördü ki, bir dəfədə bir təkan lazımdır bu dinə. Beysətdən başlamışdı. Qədirxunda bir təkan dəymişdi, vurulmuşdu. Alınmadı. Bir yəni də virusları məhv eləmək təkanı, antivirus lazımdır İslama. Onun adı zülmə baş əyməmək və şəhadət məktəbi idi. Aşura növbəti mərhələsi idi İslamın. Məzlum, amma təsirli. Zahirən məğlub, əslində qalib. Qanın bir imperiyanı ləğv eləməsi, Əməvi imperiyasını. Və növbəti mərhələ inşallah zuhurda olacaq. Bu 4 mərhələni İslam keçəcək. Ki, meyvəsi olsun, səmərəsi olsun İslamın. Qədirxan bu nöqteyi nəzərdən, Səqələyn hədisi bu nöqteyi nəzərdən İslamın özüdür. Tarix boyu istəyiblər desinlər ki, İslam, Qur'an və məqsədləri də Qur'ana xidmət deyil, Qur'anın bizim oxunuşumuzdakı təfsiri. Hər Qur'an yox. Bax, mən sizə bir söz deyim. Hədis qadağan olunmuşdur İslam tarixində. Bir əsir iddiası da eləyənlər var, əsir yarımda. Sual. Bütün hədislər qadağan olunmuşdur. Ya yalnız Əhl-i Beytin fəziləti haqqında olan hədislər qadağan olunmuşdur. Əslində məqsəd o idi. Amma bütün hədislər ad ümumi hədislər. Haramız deyilirdi. Məsələn, bir nəfər durub adı bir namaz haqqında hədis desəydi, heç kəs onun etiraz eləmirdi. Əhl-i Beyt haqqında, Quranın hansı ayəsi kimin haqqında gəlir, o barədə hədis demək qadağan. Sanki Quranın təfsiri qadağan. Bəli, elə o idi. Rivai təfsir. Bəli, qadağan idi ki, yəni bilinməsin, mübhəm olsun. Bu mübhəmliyi aradan qaldıra bilərdi kim? Əhl-i Beyt. Onu məzlum edib vurmuşuq, bir tərəfdə təcrid etmişik. Quran-ı Kərimin açıqlaması, Peyğəmbər sallallahu aleyhin hədisləri nöqtə nəzərindən asılana bilərdi. Onu da qadağan eləmişik. Nə qalır ortalıqda? Mübhəm bir kitab. Bəziləri deyir ki, bu hədisin qadağası ona görə oldu ki, Quran hələ kitab kimi yazılmamışdı. Hədislərin Qurana qarışacağı təhlükəsi var idi. Ona görə Peyğəmbərin sözləri Qurana qarışmasın deyə qadağan edildi. Yaxşı sual yaranır ki, Quran axı fərz edək ki, kitab kimi formalaşmamışdı. Yaxşı, sonra yazıldı da, kitab kimi yazıldı da, bütün sahabələrin nüsxələri var idi, hamı əzbər bilirdi Quranı. Sonra, məsələn, 3-cü xəlifənin dövründə ümumiyyətlə bir ləhcə formada, yəni ki, bir nüsxə əsas tutuldu. Bir nüsxə qalanlar. Yəni, Quran kitab formasında yazıldı da, sonra niyə o qadağa götürülmədi? Ta ki, gəldi Əməvi dövründə, Ömər ibn Əbdüləzzin dövrünə qədər bu davam edir. Məlum olsun, başqa məqsəddə vermiş. Deməli, Səqələyn hədisi bizə başa saldı ki, İslam, sizin dediyiniz o ayələrin tərcüməsi, izahı, İslam Qur'an deyil. İslam Qur'an və Əhl-i Beyt və onların hədisləridir. Onlar şahid olunsun, onların hədisləridir. Kimlərsə İslam Quran deyil, İslam təkcə Qurandan ibarət. Təkcə Quran deyil, Quran və hədisdir. Əgər kimsə hədisləri rədd edirsə, eyni ilə əmrasın işin görür. Quranı taxır niziyə, əlini orada məzlum vəziyyətə qoyur. Bu da belə eləyir. Quranı qaldırıb ki, Quran, Əli və Əli misalında olanlar təcrid olunsunlar. Bunu anlamaq lazımdır ki, biz əgər Əhl-i Beyt hədislərini, ümumiyyətlə Əhl-i Beyt məktəbini və hədis məktəbini əgər biz qırağa qoysaq, Quran anlaşılmaz bir kitab. Bəli, mübhəm bir şeydir. Mübhəmdir.
Yəni dedi, bayaq gətirdiyimiz nümunələr yüzlərlə o cür nümunələr var ki, yəni Qurani-Kərim nə demək istəyir? Yəni, tam aydın deyil, gərək onu açıqlayan olsun. Və açıqlayan da legitimlik olsun ki, insanlar qəbul etsin. Çünki hər ağızdan bir avaz gəlir. Mən bilim ki, doğrudan bu Allahın sözündür, ya öz sözündür. Allahın məqsədini ayədən çıxardır ki, bu demək. Allah buyurur ki, mən bunu demək istəyirəm. Bunun legitimliyi olsun. O legitimliyi də Allah təyin etməlidir. Yəni iddialarla deyil ki, Allah təyin etməlidir. Peyğəmbər göstərməlidir ki, yəni kim eləyə bilər Quranın izahını? Bu prosesin belə getməməsinin fəsadlarından birini mən deyim. Məsələn, mən bir nəfərdən eşitdim, deyirdi ki, Qədirxum hadisəsi olunmayıb, olsa da Əli əleyhissalam orada təyin olunmayıb. Niyə? Deyir, çünki əgər Əli əleyhissalam orada təyin olunsaydı, Peyğəmbər salavatullah dünyadan köçdükdən sonra səhabələr deyərdilər ki, da Əlini təyin eləyib də o var. Da ehtiyac yoxdur səqifə gedib xəlifə təyin eləməyə. Madam ki, səhabələr dillənməyiblər, o sözü deməyiblər, deməli Qədirxum olmayıb. Mən elə bu məntiqin tarixdə özünü əks etdirməsini qoyuram kənara. Mənim etirazım bunadır. Biz bu xalqın məntiqini niyə körlüyürük? Bu xalqın arqument gətirmə qabiliyyətini niyə məhv eləyirik? Bu nə düşüncədir? Məhz səhabələr məsum idilərmi ki, onlar əgər Əlinin xilafətini təsdiqləməyiblərsə, deməli Qədirxum olmayıb? Bu nə düşüncədir? Bu nə arqumentdir? Bu nə istidlaldır? Bu nə istinbatdır? Bu necə istihaddır? Bu necə elmdir? Bu necə düşüncədir? Yox, indi bir nəfər deyə bilər ki, Qədirxum olmayıb, bu dəlil əsasən. İndi dəlili düz deyil, o başqa mövzudur. Amma bu doğru məntiqi yürütməkdir, doğru metoddur. Götürüb deyirsən ki, məsələn, Həsən idi, Hüseyin idi, Əli idi. Mən deyirəm, Həsən Hüseyini vurub. Sən deyirsən, yox, vurmayıb. Vursaydı, Əli təsdiqləyərdi. Yəni, bu nə əsasdır, bu nə əsasəndir ki, Əli bir şey təsdiqləsə deməli olub, təsdiqləməsə deməli olmayıb. Necə yəni səhabələr, məyər səhabələr nəfslərini əməl edə bilməzdilər? Ümumiyyətlə, hacı, onu da deyim ki, tarixdən xəbəri olan, yəni ən azı İslamın o dönəmini, o həssas dönəmini mütaliə edən bir şəxs olsa, az-azıq bir mütaliə etsək, görər ki, əslində elə ixtilaf elə oradan yarandı. Bəzi sahabələr dedilər ki, axı bu Qədirxum var idi, Həzrət Əli imamdır, Peyğəmbər belə buyurub. Bəziləri isə yəni buna bu sözə qulaq asmır. Yəni əslində ixtilafın əsası elə oradan, yəni sahabələrin özündən başlanır. Yəni bunu biz ən belə də sadə bir məsələdir də, yəni bunu bir çox dərin başa düşmək üçün böyük bir əllam olmaq lazım deyil. Belə tarixi oxusan kifayətdir ki, yəni o dövrdən başladı. Yəni niyə məsələn belə bir söz də var da, əgər ümumiyyətlə Həzrət Əli əleyhissalamın o cür xilafət namizədliyi olmasaydı Peyğəmbərdən sonra insanların təfəkküründə niyə həmişə Əliyə üstünlük verilir, həmişə yəni ağıllarına Əli gəlirdi əleyhissalam. Məsələn, birinci məsələdə də Peyğəmbərdən dərhal sonra da yenə də insanlar görürsən ki, Həzrət Əlinin başına toplaşdı, etirazçılar onun ətrafında idi filan. Və yaxud məsələn, ikinci xəlifənin dönəmində də həmçinin, ikinci xəlifənin ömrünə az qalmış, Məkkənin ziyarətində idi. Burada gəlib ona xəbər verdilər ki, insanlar deyir ki, əgər xəlifə ölsə, ləbayə'na filanən. Filanən gəlir hədisdə? Yox, Səhih Buxarıda filanən gəlir. Amma bizim hədislərimizdə və bəzi adı ilə var da, ləbayə'na aliyyən gəlib. Əliyə bəyət eləyər. Eşitdi, dərhal orada etiraz etmək istəyirdi. Orada məsələni müzakirəyə qoymaq istəyirdi, qoymadılar. Deyir ki, bura Məkkədir, biz isə paytaxta getməliyik. Gedək paytaxta Mədinəyə. Orada məsələni şey eləyərsən. Dərhal yetişəndən sonra məsələn kimlərə xəbər gəlib, bu nə sözdür deyirsiniz ki, Ömər öləndən sonra biz filan kəsə beyət eləyərik, bu nə sözdür filan. Sonra o 6 nəfərlik şuranı
dərhal təsis etdi. Orada da 6 nəfərlik şurada da 3-3-ə qaldı. Orada da birinci kimi müraciət olundu? Yenə Əli. Yenə Həzrəti Əli. Niyə bu təfəkkür hardandır ki? Yəni niyə məhz Əli? Niyə məhz Əli? Məsələn, əgər bunun bir imtiyazı, özəlliyi yoxdursa, niyə bəs hər şeydə bir təsmiyyət yəni niyə hər şeyi, bütün dəngələri onunla əlaqədar qurursunuz? Sonra məsələn 3-cü xəlifənin dönəmində, 3-cü xəlifədən sonra da dərhal yenə gəldilər Əlinin qapısına. Çünki burada o kütləvilik o qədər çox idi ki, artıq orada heç kəs söz deyə bilmədi. Mürəkkəb bir vəziyyət, durum yaranmışdı. Yəni bir dənə də məsələ var, Sami müəllim, üzr istəyirəm. Bir dənə bəzi insanlar da çalışırlar, yəni indiki müasir dövrdə də var. Əhl-Beytlə səhabələri üz-üzə qoymağa çalışırlar ki, səhabələr belə deyirlər, Əhl-Beyt belə deyir. Qardaşım, səhabələr 10 minlərlə idi. Amma əksəriyyət aktual rol oynamırdı, səhnədə deyildi. Səhnədə olanlar ya xilafət məktəbinin davamçıları idi, ya imamət məktəbinin davamçıları. Yaxşı, siz səhabə deyən kimi niyə dərhal ağlınıza xilafət məktəbinin davamçılarını gətirirsiniz? Səlman-ı Farsi səhabə deyildi. Əbu Zər Ğifari səhabə deyildi. Əmmar Yasir səhabə deyildi. Uveys Əl-Qərəni səhabə deyildi. Miqdad ibn Əsvəd səhabə deyildi. Bunlar səhabə deyildilər. Hüzeyfə-i Yəmani səhabə deyildi. Həzrəti Əli səhabə deyildi. Əli əleyhissalam səhabə, İmam Həsən səhabə deyildi. Yəni, bilirsiniz, elə bil ki, bunlar, bəzi insanlar o dövrün yetirmələridirlər və indi də həmin hadisələr cərəyan edir və bunlar yenə də çalışırlar xalqın əksəriyyəti bəzi şeyləri görməsin. Deyirlər, baxın, bunlar Əhl-Beytlə sahabəni üz-üzə qoyublar. Əhl-Beytlə sahabəni üz-üzə qoymamışıq. Əhl-Beytin yanında olan sahabələr və Əhl-Beytin yanında olmayan sahabələr. Bu, niyə qarışdırırsınız ki? Niyə istəmirsiniz cəmaət həqiqəti görsün? Bu çox vacib məsələdir. Mən bir məsələni də istəyərdim qeyd edəyəm ki, Qədirxun və imamətin əsas fəlsəfəsi nədir? Çox söz demiyorlar bu arada. Əsasən mən nəyi nəzərdə tuturam burada bir şey qeyd etmək istəyirəm. İslamda bir aksiyoma var. Aksiyoma var. O bundan ibarətdir. Qəsdən aksiyona təbirini işlədirəm. O bundan ibarətdir. Bütün bəşəriyyət istisnasız azaddır. Bəşəriyyətin heç bir fərdinin digər fərdə ağalıq etmək ixtiyarı yoxdur. Bəli. Bunun istisnası yoxdur. İndi deyərsən ki, məsələn, peyğəmbərlər niyə ağalıq eləyirdi, rəhbərlik eləyirdilər? İmamlar yox. Onlar əgər özlərinin sözlərini desəydilər, onlar da rədd olunacaqdılar. Estağfurullah, yəni qəbul olunmazdı. Məhz Allahın ağalığını təmsil etdikləri üçün onlara tabiçiliyi var idi. İslamın tələbi budur, dinin tələbi budur. Qədirxun Peyğəmbər salavatullahdan sonraki dönəmdəki insanların əlini xalqın boğazından çəkmək üçündür. Ki, yəni siz deyilsiniz cəmaatın ağası. Yəni Allahdır. Necə? Əlinin timsalında. O Əli ki, Allahın əmrlərini deyir, özü Nəhs-i da deyir, həyatında da bilinir. Buyurur, elə bir söz demədim ki, özüm onun ən dərinliyinə qədər hamıdan yaxşı ona əməl etməmiş olum. Yəni, əgər cəmaata düzgün iqtisadi bölgünü təbliğ edirdisə, özü düzgün, ədalətli iqtisadi bölgüdən də aşağısını götürürdü özünə. Ən aşağı səviyyəli rəiyyət səviyyəsində yaşayırdı ki, bəlkə də ən aşağı səviyyəli, bəlkə də rəiyyət yox idi. Ki, yəni əslində o qüdrətlə, o imkanla, o bacarıqla biz gördük də 25 illik o təcrid olunma dönəmində bir dəqiqə dayanmadı. Xurma bağları saldı, quyular qazdı, neynədi. Yəni əslində onlar götürsəydi özünə hamıdan varlı olardı. Amma elə yaşayırdı ki, onun ətrafındakı ən yoxsul adam
narahat olmasın. Mən onun Əli Əleyhisselamın davamçılarının birindən sizə bir misal çəkim. Mərhum Şeyx Ənsari, Şeyx Murtəza Ənsari Rizvanullah Teala əleyh Xatamul Muctəhidin deyirlər ona. Yəni onun Rəsail Məqasid kitabını oxumayan fəqih sayılmır. Günlərin bir, o da Nəcəfdə mərcək təqlidi idi. Nəcəfdə də bir qıtlıq dönəm gəlmişdi, aclıq dönəm gəlmişdi. Yəni az idi yemək içmək. Günlərin bir günü şeyxin gəlini boyuna sadə bir boyunbağı taxır. Şeyx bunu görür. Çağırır oğlunu, işarə ilə filan deyir ki, oğlum, qızıma denən onu taxmasın. Oğlu qadir ki, ata, məhz siz buyurmursunuz ki, limə tuhərrimu ma həllallahu lək? Allahın halal elədiyini niyə haram edirsin? Ayə deyil bu. Deyir, düzdür, belə bir ayə var. Boyunbağı taxmaq halaldır. Haram deyil. Amma Nəcəfin lap o ucqar yerində yaşayan bir yoxsul kişi axşam heç nə qazana bilməyib evə gələndə yoldaşı ona deyəndə ki, niyə biz bu vəziyyətdə yaşayırıq? Qoy o deyə bilsin ki, Şeyx Ənsari də bizi kimi yaşayır. Əgər onu deyə bilməzsə, o ailəsinin yanında xəcalətli qalacaq. Mən gərək mərcəyi təqlid olaraq ona o şəraiti yaradım ki, o xanımı ona deyəndə ki, biz niyə bu gündə yaşayırıq, desin ki, nə olur, bu bizə Şeyx də bizi kimi yaşayır. Əli Əleyhisselam bunun bariz nümunəsini yaşadırdı, əməlli başlı yaşadırdı. Və Həzrət Peyğəmbərdən də belə bir kəlam var, deyir ki, mən ona görə fəqirliyi seçdim ki, bu fəqirliyə təskin ol, bəli, qəlbləri rahat olsun. Və Əli Əleyhisselam Allahı təmsil eləyirdi. Əli Əleyhisselamın hakimiyyəti Allahın hakimiyyəti idi. Allah ağalıq eləyirdi. Heç bir bəndə o bir bəndəyə ağalıq eləmirdi. İnsanların, bəndələrin bir-biri ilə azadlıq balansı yerində idi. Qədirxum bunu elə bir təzmin eləmək üçün gəldi ki, ay insanlar, bilin, heç bir insan öz ambisiyasına əsaslanıb sizə ağalıq eləyə bilməz. Allahın sözünü deyirsə, bəli, təslim olmalısınız. İslam. Çünki ən güclü məntiq hikmət odur. Amma heç kəs öz ağalığını sizə yeridə bilməz beyninizə. Bu, Qədirxumun və imamətin fəlsəfəsi idi. Elə ümumiyyətlə İslam məktəbi və ümumiyyətlə ilahi sistemdə, nizamda elə mahiyyət budur. Məna budur ki, sizin buyurduğunuz kimi. Yəni biz ümumiyyətlə bu peyğəmbərlərin tarixinə baxanda, hətta peyğəmbərlərin o arasında bəziləri peyğəmbər deyildi, amma imam idi, vəsi idi. Onların da tarixinə baxanda, həyatına baxanda görürük ki, hamısı öz legitimliyini Allahdan alıb. Yəni, o qanunliyini Allahdan alıb. Yoxsa heç kəs iddia edə bilməzdi ki, yəni, gəlin sizin ağanız mən olub. Yox, bu mümkün deyil. Mən yadıma indi bir vaxtımız nə qədər qalıb? Var. Aha. Bu Talutun seçilməsi məsələsini mən istəyirəm azı burada qeyd edək. Talut peyğəmbər deyildi. Bəli. Sərkərdə idi. O kral idi, imam idi. Zamanə peyğəmbəri orada idi. Bəni İsrailin arasında yaşayırdı. Quran onun adını çəkmir. Deyir ki, elə bir peyğəmbər idi onların arasında yaşayırdı. Daniel Aleyhisselam olub. Deyirlər Samuel. Adı Samuel olub. Ola bizim Daniel da hansı tarixdə. Hər halda o bizim üçün önəmli deyil. Yəni, Quran demirsə bizdə də peyğəmbər. Peyğəmbər var idi onların arasında. Qalə ləhum nəbiyyü. Onların peyğəmbəri onlara dedi. Bəli. İndi Calut həmsə hücum eləyir. Bunlar hücuma məruz qalıb, məğlub olublar. Güclü düşmən idi. Bunlar da məcbur olub peyğəmbərə müraciət edir ki, Allaha deyir, bizim üçün bir padşah göndərsin, bir kral göndərsin, bir imam göndərsin ki, biz onun sərkərdəliyi ilə Caluta qalib gələk. Nəhayət Allah Teala Talutu seçir. Talutu seçən kimi bunlar axı seçki meyarı bunlarda ayrı idi. Yəni kim ağa ola bilər, kim kral ola bilər, kim bunlar deyir ki, ancaq varı dövləti, ancaq o maddi meyar odur.
maddi imkanı olan buna layiq ola bilər. Gördülər ki, Allah Teala Talutu seçdi. Talut da heç də varlı Yetimin biri də. Hə, varlı deyil, karlı deyil. Atasının biraz qoyunları vardı, o da onu qurtarırdı və salam. Məşhur nəsildən deyil. Bəli. Yox, məşhur nəslindən deyirlər ki, Binyaminin nəslindəndir. İndi hər halda o da Bəni İsrailidir, amma hər Sayılıb halda seçilən deyildi o birlər kimi. Bəli. Yəni ki, nə varı, dövləti, nə Allah buyurdu ki, iki şeyə görə mən onu seçmişəm. Bu, yəni Allahın o seçki üçün, imam seçməsi üçün, kral seçməsi üçün meyarlarıdır bunlar. Quran-ı Kərimə kim əsaslanmaq istəyirsə, Bəli, buyursun. Allah iki şey əsas gətirir. Buyurur ki, İnnəllaha stafahu aleykum. Allah onu seçib sizə və zadahu bastatan fil ilmi vel cism. Allah ona geniş elm verib və geniş qüdrət verib, güc verib. fiziki imkanlar verir. Fizik. İki əsas meyar gətirir burada. Həm elmi, biliyi, bu mərifəti var, həm də fiziki gücü, bu güc, qüdrət, yəni idarəçilik bacarığı və s. Bu Allahın seçimi. Yəni bəziləri deyir ki, məsələn, orada yəni Talut gəldi, seçildi və Calutu məğlub da eləyir, sonra hakimiyyət də qurur, sonra Həzrət Davud onun əskəri idi. Yəni çox maraqlıdır. Bu peyğəmbər deyil Talut, imamdır. Amma Davud əleyhissalam onun əskəri idi. Allah Teala peyğəmbərlik verdi ona. Amma buna baxmayaraq yenə də Calutun əskəri idi. Talutun. Üzr istəyirəm, Talutun əskəri idi. Və yaxud həmin o peyğəmbər ki, Allah onunla danışır, o təqdim eləyir Talutu, o da olur Talutun rəiyyəti. Niyə? Çünki onun o fiziki imkanları və elmi, yəni idarə etmə bacarığı, idarə etmə elmi bacarığı. Bəziləri, biz ki deyirik ki, məsələn bizim hədislərimizdə var ki, deyir ki, Əhl-i Beyt əleyhissalam məsələn də əvvəlki peyğəmbərlərdən məqamları ucadır, üstündür filan. Yəni nümunəsi var tarixdə. Tarixdə nümunəsi var. Yəni peyğəmbər olmayanın əskəridir. Bəli. Ki Calutu Davud əleyhissalam öldürdü, elə qoşunun üstündə. Bəli, Talutun əskəri idi və Calutu öldürdü. Zaman burada maraqlı bir şey də var bu söhbətimizin əvvəlində. Deyir ki, ələm tərə iləllədinə yadından tutayan əvvəli deyirlər ki, İrqalu linəbiyyilləhumu ba'aslənə məlikə. Öz peyğəmbərlərinə dedilər ki, bizim peyğəmbərimiz bizim üçün biz sərkərdə kral seç. Peyğəmbərə deyirlər seç. Peyğəmbər deyir ki, İnnəllâhə əstəfəhu. Allah sizin üçün seçdi. Çox gözəl, çox gözəl. Yəni, mənlik deyil, mənim ixtiyarım yoxdur. Yəni, bu ilahi canişinlik, ilahi vəzifə məhz Allah tərəfindən seçilib. Qədirxunda Peyğəmbər sallallahu aleyhi və aleyh özü seçmirdi. Allah demişdi ona seç. Deməli, ilahi sünnədə, yəni ilahi ənənədə, ilahi nizamda imamət forması, idarəçiliyin imamət forması legitimdir. O imamət ki, onu Allah seçir. Bəli. O Allaha bağlıdır. Meyyarları da ilahi meyyarlardır. Nəinki səltənət, nəinki məsələn biz onu indi xilafət də deyə bilərik hər halda. Əslində xilafət də ilahi bir məsələ idi. İlahi xilafət ilahi məsələdir. Bəli, yəni peyğəmbərin məcazi mənadaşıdır xilafət, sonra dəyişildi, deformasiya oldu. Yəni hər halda imaməti Allah göndərmişdi idarəçilik kimi. Əvvəlki ənənəsində də bu var idi. Bu xəttin davam etməsi lazım idi. Yəni, ilahi kitabla birgə, ilahi qanunla birgə, ilahi rəhbərin də başçılıq etməsi. Bu, məsələn, Süleyman, bu ikisi bir arada olanda dəhşətli bir çiçəklənmə gedir də. Yəni, elə sürətlə hərəkət baş verir ki,
dəyişiklik baş verir ki, fantastik olur. Məsələn, Həzrət Süleymanın öz, Talutun öz dövrü, Davudun öz dövrü, Süleymanın öz dövrü, Həzrət Yusuf peyğəmbərin Misirdəki o məhdud hakimiyyəti və yaxud Həzrət İslam peyğəmbərinin 23 il ərzində bütün dünyanı oynatdı yerindən. Dəhşətli bir şey. İmam Zaman əleyhissalamın dönəmi də nəyə görə o cür şəklənmiş, yəni mütərəqqi bir dövr olacaq və orada da bu iki meyar bir-birini tamamlayacaq. Yəni, budur İslamın təqdimatı, budur İslamın dəvətinin mahiyyəti. Nəinki, məsələn, deyirlər, müsəlmanlar əgər belədirsə, niyə dala qaldılar, niyə inkişaf etmirlər filan, yox, İslamın sözü axı yerinə oturmayıb. O meyarlar yerində deyil. Zahiri müsəlmançılıq edir. O, böyük alimlərdən biri deyir ki, biz danışanda Həzrəti Musa kimi danışırıq. Amma dünyaya baxışımız Qarun kimidir. Yəni, materialist təfəkkürə malik insanlardır biz. Bir gözümüz dünyadadır. Maraqlı bilirsiniz nədir Sami müəllim? Peyğəmbər sallallahu aleyhi və aleyh ilahi bir nümayəndə idi, elçi idi, imam idi. Bunlar Peyğəmbərin imamətini görürdülər. Elə bil ki, insanların arasında şeytan bu oyunu oynayır ki, insanların şuuraltısına hopmasın bu vəliyullaha tabiçilik, vilayəti tabiçilik. Necə? Məsələn, Musa əleyhissalam gedir Allahla danışmağa, Harun əleyhissalamı qoyur yerində, deyirlər, Musa deyil, bu Harundur. Gedirlər, bir dana tapırlar, deyirlər, Tanrı budur. Vəliyullahı qoyurlar tək. İslam Peyğəmbəri Qədirxumda Əli əleyhissalamı tapşırır, Peyğəmbərə tabi edilər də pis yaxşı. Bu vergi reformada Peyğəmbərə tabi edilər, Əliyə tabi olmadılar. Ona görə İmam Rıza əleyhissalamın hədisi var ki, Qədirxum günü xilqətin ilk gününə bənzəyir. Bizə ki, onda Allah Teala buyurdu mələklərə Adəmə səzdə eləyin. Mələklər səzdə elədilər, şeytan səzdə eləmədi. Bu ona bənzəyir. Yenə də vəliyullahı qəbul edib etməmək problemi çıxır ortalığa. Yəni vilayəti, imaməti və s. bu kimi təfəkkürləri qəbul etməmək çıxır ortalığa. Və Aşura hadisəsi ki, Qədirxumun qanlı davamıdır, faciəvi davamıdır. Aşura hadisəsində də o igidlərin 72 nəfər şəhadət aşiqinin üstünlüyünün ən bariz nümunələrindən biri buydu ki, onlar imamı qəbul edirdi, vəliyullahı qəbul edirdilər. Bütün müsəlmanlar keçmişdilər xəlifə Yezdi qəbul eləməyə. Bunlar İmam Hüseyni qəbul edirdilər. Və maraqlıdır ki, İmam Hüseyin s.ə.v Məkkədən tərpənəndə, hərəkət eləyəndə demir ki, kim Allah yolunda canını qurban eləmək istəyirsə gəlsin. Deyir, mən kana bazilən fina muhcətəhu. Kim bizim yolumuzda canın qurban vermək istəyir. Bu, bizim yolumuzda eyni ilə Əli əleyhissalamın siffində dediyi, onlar kağızdılar, Quran mənəm sözüdür. Eyni həmin ifadədir ki, din bizik. İstəyirsiniz dinin həqiqətini öyrənsiniz, o bizik. Çox gözəl Seyid. Bizim vaxtımız, əgər başqa bir qeydiniz varsa, buyurun. Bir məsələni qeyd eləmək istəyirəm. İmam Rıza əleyhissalam vəliəhd təyin olundu, bilirsiniz də, Məmun Ərəşid tərəfindən siyasi məqsədlərlə. İmamın o vaxt elədiyi reformist hərəkətlərdən biri budur ki, Qədirxum gününü dövlət səviyyəsində tətil elətdirdi. O xilafət dövründə, Abbas xilafətdən. Tətil elətdirdi, hətta həmin gün iş olmadı. Və xüsusi bayrama çevirdi Qədirxumu. Ondan sonra uzun müddət, hətta Bağdadda filanda, yəni Qədirxum gününün bayram olunmasını bir tarixdə nümunələrini görürük. Hətta tarixin bir dönəmini qeyd edən deyirlər, Qədirxum bayramından 3 gün sonra məsələn. Bu qədər önəmli olmuşdu. Çox maraqlı, çox maraqlı. Allah mübarək etsin hamıya. Seyid, çox sağ olun, gözəl nöqtələrə toxundunuz. Allah bizi, evlatlarımızı, bütün xalqımızı Əhl-i Beyt sevgisində, Əhl-i Beyt məktəbində sabit qədəm eləsin. Amin inşallah. Çox sağ olun. Siz sağ olun, var olun. Allah'a emanet olun. Allah'a emanet olun. Allah razı olsun sizlərdən.